Salam əziz izləyicilərim. Mən bu günləri sizə turş gilas mürəbbəsi bişirəcəm. 3 kilo mən gilas aldım. Ona 2 kilo pesoq tökəcəm. İndi təmizləyirəm. Qəşəng suya çəkəcəm gözəl. Ondan sonra ardını çəkib göstərəcəm. Xanımlar, mən gilası təmizlədim. Bax belə saplaqlarını çıxartdım. Deməli, çox adam bunu zibil bilib çöp atır. Əslində bu çox faydalıdır. Bunu qurudursunuz. Hər bir şeyə xeyridir. Yəni, qoy mən sizə belə izah edeyim. Bu saplaqlar xolesterini aşağı salır, qan duruldur, hamilə qadınlara, uşaq əmizdirən qadınlara olmaz. Yəni, bunun faydalarını saymaqla bitməz. Yəni, bunu zibiliyə atmayın xanımla. Qurudun, bir stəkan suya, bax bu qədər. Saplaqları atırsınız içinə, 5 dəqiqə qaynadırsınız, səhər-səhər ac qarnına içirsiniz. Amma 14 gün içirsiniz. Faydasını görərsiniz inşallah. Xanımlar, görürsünüz, gözəl gilaslarımı təmizlədim. İndi bunları qəşəng yuyub, ləyənə yığacağım. Gilaslarımızı yuduk. Çok güzel. Tertemiz oldu hanımlar, görün. Allah herkesin ruzisini versin. Ruziniz bol olsun. Qışa hazırlıqdır. Çok güzel mürəbbəmiz çıxar inşallah. Gilaslar tertemiz. İndi ben bunları şirəyə koyacağım. Pesoqlayacağım. Pesoğu da şirə verdikçe Allah qoysa ben bunu pişirəcəm. Güzel hanımlar, benim güzel takipçilerim, bakın. Altdan biraz belə gilas belə tökürəm ki, qəşəng şirə versin. Üstündən də bax belə pesoqluyuram. Görürsünüz hanımlar. 3 kilo gilasa 2 kilo pesoq hanımlar. Salam. Güzel qalsın, şirəsini buraxsın xanımlar. Mən buna su tökmürəm. Əziz mənim gözəl xanımlarım, izləyicilərim. Allah hamının ruzisini bol eləsin, bərəkətli eləsin. Buyurun baxın, bu qalacaq, şirəsini verəcək, sonra bişirəcəm. Xanımlar, meyvənin suyu çıxıbdır, gözəl. Baxın, mən buna su tökməmişəm, özünün nə qədər suyu çıxır. Yavaş qaynamaya bıraktım. İndi qaynayır. Görürsünüz, suyu da çok çıktı. Ne baxıram, bir nəlbəkiyə töküm, biraz belə. Soğuyandan sonra mən bunun hazır olup olmadığını size göstereceğim. Hanımlar, köpüğü geldi. Şimdi ben bunun üzünün köpüğünü yığıram. Hanımlar, şirəmiz hazır olmaq. Hanımlar, şirəsini soyutdum. Şirəsi belə qırış oldusa, demək ki, mürəbbə hazırdır. Şimdi bunu mən bir... Aman tanrım. Hanımlar, burada kəf qaldı.
Kəfi mən hamısını ortaya toparlayıram belə. Üstünə bir salfetka qoyacağım ki, onu tam yığım. Yəni şirə itkiyə getməsin. Bunu belə üstünə qoyuram belə. O kəfi özünə çəkir. Görürsünüz? Bax. Tertemiz oldu. Əssalam. Mürəbbəmizin çox gözəl rəngi var xanımlar. Baxın, lalə qırmızıdır. Göz haqqınızı halal eləyin. Buyurun, baxın. Xanımlar, artıq mürəbbəmiz soyubdur. Mən indi bunları bankalara yığacağım. Göz haqqınızı yenə deyirəm halal eləyin. Hər kəsə nuş olsun. Bişirən xanımlara abunə olmağı unutmayın. Like koyun, zəhmət olmasa. Mürəbbəm soyub. İndi bunları bir bankalara yığıram. Xanımlar, məndə 3 kilo gilasdan 4 dənə belə 800 qramlıq bankalarda mürəbbə çıxdı. Bu qədər də balaca bir bankada da şirəsi qaldı. Ümumiyyətcə çox mürəbbələrdə şirə qalır. Mən onu atmıram. Evdə pirojna, bulku, mulku nə istəsəz, yəni bununla bişirə bilərsiniz. Çox da ləzzətli olur. İndi mən bunların krişkalarını bağlamadan öncə, bax belə bunlara mən salfetka qoyuram ki, üstü kiflənməsin. Qışda da bunu açanda çox gözəl belə salfetkanı götürürsünüz. Özəlliklə də açıb nuşicanla çay içirsiniz.